Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun vətəndaşlarla növbəti görüşü Yeni Qaradolaq kəndində baş tutub. Sakinlərin müraciətlərini yerində dinləmək və problemlərin həllini sürətləndirmək məqsədi ilə təşkil olunan qəbulda aidiyyəti qurumların nümayəndələri də iştirak ediblər. Görüşdən öncə sakinlərin diqqətinə İcra Hakimiyyətinə elektron müraciət qaydalarını əks etdirən təlimat videosu nümayiş olunub və əlaqə nömrələri təqdim edilib. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bu cür səyyar qəbulların vətəndaş məmnunluğuna xidmət etdiyini, həmçinin rəqəmsal müraciət imkanlarının dövlət-vətəndaş münasibətlərini daha da asanlaşdırdığını vurğulayıb. Daha sonra kənd sakinləri müraciətlərini səsləndiriblər. Müraciətlərdə əsasən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi, kənd yolunun təmiri, məktəbin təmiri, suyun mühafizə zolağında quraşdırılan dirəklərin yaratdığı çətinliklər və torpaq məsələləri ilə bağlı köməklik göstərilməsi xahiş edilib. Qaldırılan məsələlər ətrafında aidiyyəti qurumlarla birlikdə müzakirələr aparılıb. Bildirilib ki, kənd yolunun əsaslı təmiri üçün artıq vəsait ayrılıb və yaxın günlərdə işlərə başlanılacaq. Suyun mühafizə zolağındakı dirəklərlə bağlı problemin araşdırılması və aradan qaldırılması, həmçinin məktəbin cari təmirinin nəzərdə tutulması üçün müvafiq tapşırıqlar verilib. Görüşdə sakinlər həmçinin kəndarası yolların qaydaya salınmasına görə kənd bələdiyyəsinə, suvarma şəraitinin yaxşılaşdırılmasına görə isə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Ümumilikdə qəbulda qaldırılan hər bir müraciət qeydiyyata alınıb, icrası vaxt tələb edən məsələlər isə xüsusi nəzarətə götürülüb. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.